Salam, bilik və sertifikasiya imtahanına hazırlaşan müəllimlər. Bugün mən sizlərə TAIM-in yenilənmiş çərçivə sənədi əsasında tərtib olunan test vəsaitindən 2-ci fəsil sınavındakı 19-cu testin izahını təqdim edirəm. Müəllimin fəaliyyətində yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. Verilmiş situasiyalardan müəllimin harda yanlışa yol verdiyini müəyyən etməliyik. A variantında müəllim xüsusi ehtiyacı olan şagird üçün tapşırıqları uyğunlaşdırır və icra üçün əlavə vaxt tanıyır. Sinifdə bu fərqləndirmənin səbəbini izah edərək hamının prosesdə iştirakını təşviq edir. Müəllim xüsusi ehtiyacı olan şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq ona uyğun tapşırıqlar verməsi, tapşırıqları yerinə yetirməsi üçün əlavə vaxt verməsi bu müsbət yanaşmadır, müsbət haldır. Ancaq bu fərqli yanaşmanın səbəbini digər şagirdlərə izah etməsə, həmin şagirdlərdə müəllim niyə fərqli davrandı, müəllim ədalətsiz davrandı kimi yanlış fikirlər ortaya çıxa bilər. Ona görə bu fikirlərin qarşısını almaq üçün müəllim həmin şagirdə fərqli yanaşmasının səbəbini izah etməlidir ki, şagirdlər başa düşsünlər ki, müəllim hər kəsin ehtiyacına uyğun fərdi davranır. A variantında müəllimin yanaşması doğrudur. B variantı. Müəllim müzakirə zamanı fərqli fikirlərin səslənməsinə şərait yaradır və şagirdlərin cavabları əsaslandırmağa yönəldir. Müzakirənin mövzudan kənara çıxmaması üçün əsas məqamları ümumiləşdirir. Müəllim müzakirə zamanı fərqli fikirlərin səslənməsinə şərait yaradır. Ümumiyyətlə, hər kəsin, hər bir şagirdin öz fərqli baxış bucağı var və müzakirə zamanı hər kəs öz fərqli fikirlərini ortaya qoymaq istəyir. Müəllim də buna şərait yaradırsa, bu müsbət haldır. Həmçinin burada şagirdlər ancaq cavab vermirlər, həmçinin cavablarını əsaslandırırlar. Bu da onların, şagirdlərin tənqidi təfəkkürün inkişafı üçün çox vacibdir. Müzakirənin mövzudan kənara çıxmaması üçün müəllim əsas məqamları ümumiləşdirir, bu da doğru yanaşmadır. Müzakirənin məqsəddən uzaqlaşmaması üçün müəllim əsas məqamları ümumiləşdirə bilər. Ona görə B variantı doğrudur. Burada müəllimin yanaşmasında heç bir yanlış yoxdur. C variantı. Müəllim real həyatla bağlı problem təqdim edir və şagirdlərin qrup şəklində həll yolları hazırlayıb müqayisə etməsini təmin edir. Bu da doğru yanaşmadır. Çünki müəllim real həyatla bağlı problem təqdim edəndə şagirdlərin öyrəndikləri nəzəri biliklərin tətbiq etməsi üçün şərait yaradır. Həmçinin şagirdlər müxtəlif həll yolları hazırlayıb müqayisə edəndə həmin həll yollarının müsbətləri, mənfiləri anlamaqda onlara rahat olur. Məsələn, bu həll yolları arasında müqayisə aparır. Hansının müsbətləri çoxdur, mənfiləri çoxdur. Bunları müqayisə edə bilir. Həmçinin şagirdlər qrup işləri zamanı əməkdaşlıq edirlər. Onlarda əməkdaşlıq, ünsiyyət, empatiya kimi çox vacib sosial bacarıqlar inkişaf edir. Ona görə C variantında müəllimin fəaliyyətində yanlış yoxdur, doğru yanaşmadır. D variantı. Müəllim mövzunu müxtəlif fənlər əsasında araşdırmağı təşkil edir. Şagirdlər isə nəzəri və real həyatla bağlı tərəfləri birləşdirərək nəticələr çıxarırlar. Bu halda müəllim əgər təşkil edirsə ki, mövzunu müxtəlif fənlər əsasında araşdırsın, o zaman müəllim fənlər arası inteqrasiyanı təmin etmiş olur. Həmçinin şagirdlər nəzəri bilikləri real həyatla əlaqələndirəndə ümumiyyətlə öyrəndiyimiz məlumatın həyatda bizə harda, necə lazım olduğunu bildikdə daha dərin, daha mənalı öyrənmə baş verir. Şagirdlər prosesə cəlb olunmuş olur. Ona görə D variantında müəllimin yanaşmasında yanlışlıq yoxdur. Keçək Y variantına. Müəllim dərsdə rəqəmsal alətdən istifadə edərək şagirdlərin fəallığını artırır. Fəaliyyətin sonunda isə əldə olunan nəticələrə ümumi şəkildə baxaraq dərsi planlaşdırılmış gedişata uyğun davam etdirir. Burada müəllimin rəqəmsal alətlərdən istifadə edərək şagirdin fəallığını artırır. Bura qədər doğrudur. Bu yanaşma müəllimin doğrudur. Rəqəmsal alətlərdən istifadə edir, beləliklə şagirdlərin fəallığı artır. Lakin fəaliyyətin sonunda əgər müəllim nəticələrə ümumi şəkildə baxırsa, bu doğru yanaşma deyil. Müəllim nəticələri analiz etməlidir. Şagirdlərin çatışan, çatışmayan tərəflərini üzə çıxarmalıdır. Bəlkə şagirdlərin yenidən mövzunun izahatına ehtiyacı var, bəlkə tapşırıqların səviyyəsinin dəyişməsinə ehtiyacı var, bəlkə müəllim hansı strategiyasında, işlətdiyi metodda dəyişiklik etməlidir. Dərsin planlaşdırılmasını şagirdlərin ehtiyacına uyğun tənzimləmək lazımdır ki, inkişaf yönümlülük təmin olunsun. Ona görə bu variant Y variantında müəllimin yanaşması doğru deyil. Növbəti test izahlarında görüşənədək.